Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir. Bugün Dövlət İmtahan Mərkəzinin test toplusundan Azərbaycanın mineral ehtiyatları mövzusunun 31 nömrəli test tapşırığından başlayaraq növbəti 30 sualın izahı ilə tanış olaq. 31. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Dəmir filizi və bentonit gilinin oxşar və fərqli xüsusiyyətlərini müəyyənləşdirək. 1. Maqmatik süxurların geniş yayıldığı ərazidə formalaşır. Bu, dəmir filizi üçün doğrudur. Qara metallurgiyada istifadə olunur. Hər ikisi qara metallurgiyada istifadə edilir. 3-ə 2 aiddir. 3. Oda davamlı metal tökmə qəliblərinin hazırlanmasında istifadə olunur. Bentonit gili. 2-yə 3. Daş kəsən filiz saflaşdırma zavodunu xam malla təmin edir. Dəmir filizi 1-ə 4. Bu xam mal ehtiyatı respublikamızın qərb rayonlarında cəmlənmişdir. Hər ikisi 3-ə 5. Daha sonra daş salahlı yatağında hasil olunur. Bu da bentonit gelidir. 2-yə 6. Doğru cavabımız olacaq 1-ə 1, 4, 2-yə 3, 6, 3-ə isə 2 və 5. B variantı doğru cavabdır. 32-ci sual. Uyğunluğu müəyyən edin. Qaz yataqları dənizdə və quruda yerləşməsi üzrə qruplaşdırmaq lazımdır. Quruda yerləşənlərə Qaradağ, Qobustan və Gürcan Zira aiddir. Dənizdə yerləşənləri isə Ümid və Şahdəniz. 1-ə A, D, 2-yə B, C. Cavab Y variantıdır. 33-cü sual. Sxemə əsasən uyğunluğu müəyyən edin. Neft yataqları Mezozoy yaşlı və Kaynozoy yaşlı. Mezozoy yaşlı ərazidə yerləşən neft yataqları 2 dənədir. Muradxanlı və Mollakənd. Digər neft yataqları isə Kaynozoy yaşlı süxurlarda yerləşir. Deməli, birinciyə aid olacaq B və D, ikinciyə də A və C. Doğru cavabımız D variantıdır. 34-cü sual. Uyğunluğu müəyyən edin. Mineral bulaqlar yerləşdiyi ərazilər üzrə qruplaşdıracağıq. Suraxanı Bakıda, Turşusu Şuşada, Xaltan isə Qubada yerləşir. Deməli, Bakı, Şuşa və Quba. Cavablara baxaq. Y variantı doğrudur. 35-ci sual. Uyğunluğu müəyyən edin. Sirab Babək rayonunda, Qalaaltı bulağı yerləşir Şabran rayonu ərazisində, Şıx isə Bakıda. Cavab C variantıdır. 36-cı sual. Donuzütən və Qotursu mineral bulaqlarının yerləşdiyi tektonik zona. Hər ikisi Masallıda yerləşir və bu ərazidə Kiçik Qafqaz qalxma zonasına aiddir. Doğru cavab B variantıdır. 37. Rəqəmlərə uyğun faydalı qazıntıları və onların yerləşdiyi əraziləri müəyyən edin. 1. Qızıldır, 3. Neftli Siyəzəndədir, 4. Qazdır, Bakı, 1. Civə deyil, A variantı yanlışdır. B-də 1 polimetal deyil, yanlışdır. C-də 1 qızıldır, Kəlbəcər, 2 polimetaldır, Naxçıvan deyil amma C variantı yanlışdır. D-də 2 qızıl deyil. Y variantında 1 qızıl Kəlbəcər, 2 polimetal Balakən, 3 neft Siyəzən, 4 qaz Bakı. Doğru cavab elə Y variantıdır. 38-ci sual. Rəqəmlərə uyğun gələn faydalı qazıntıların adını və onların yerləşdiyi əraziləri müəyyən edin. 1. Deməli, A variantı 1 qızıl Zol yatağında uyğun gəlir. 5 qızıl İsmayılda qızıl yoxdur, səhvdir. B variantında 1 qızıl Zod, 6 dəmir filizi Filiz çayda. Xeyr, bu da yanlış cavabdır. C variantında 1 qızıl Zol yatağında, 2 neft Siyəzən, 3 molibden Parağaçay, 4 bentonit gili Daş salahlı. C variantı doğru cavabdır. 39-cu sual. Rəqəmlərə müvafiq faydalı qazıntı yataqlarını müəyyən edin. 1. Neft naftalan, 2 travertin Şahtaxtı, 3 əhəng daşı Qobustandı, 4 kvars komodu Hacıvəlli. A variantı doğrudur. 40 nömrəli test tapşırığına baxaq. Uyğunluğu müəyyən edin. Deməli, burada rayonlar üzrə faydalı qazıntı yataqlarını qruplaşdırmaq lazımdır. 1. Alunitdir, Zəylik yatağında yerləşir. Rayon olaraq yerləşəcək daş kəsəndə Alunit Zəylik yatağı. 4-də 1 C. Harda var? Var deməli
C variantında və Y variantında var. Daha sonra birinci rayonumuza baxaq, Şərur rayonu. Şərurda olacaq polimetal yataqları 2, gümüşlü yatağında. Deməli, 1-ə də 2 və A. 1-ə 2 və A olan cavab Y variantındadır. 2-yə baxırıq. İkinci rayon Gədəbəydir. Gədəbəydə qızıl yatağı olacaq, qoşa yatağında. Deməli, 2-yə 3 D variantı uyğundur. Bu da doğrudur. Qaldı 4-cü xromit yatağı. Kəlbəcərdədir. 3-ə uyğun gəlir. 3-ə 4. Deməli, Göydərə yatağında. B variantı. Doğru cavab olacaq Y variantında. 41-ci sual. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Filiz faydalı qazıntılar və yanar faydalı qazıntılar. Kiçik Qafqazda daha böyük ehtiyatlara malikdir. Bu filiz faydalı qazıntılardır. 1-ə 1 uyğun gəlir. 2. Çökmə süxurların daha çox toplandığı sahələrdə yaranır yanar faydalı qazıntılar. 2-yə 2 uyğundur. 3. Yaranması geoloji quruluşun xüsusiyyətləri ilə bağlıdır. Hər ikisinə uyğun cəhətdir. Azərbaycanın ixrac istiqamətində ən çox gəlir gətirən sahədir yanar faydalı qazıntılar. 2-ciyə həm də 4 uyğun gəlir. 5. Maqmatik süxurların geniş yayıldığı sahələrdə daha çox rast gəlinir. Bu da filiz faydalı qazıntılardır. 1-ciyə həm də 5 uyğun gəlir. 1-ə 1, 5, 2-yə 2 və 4. Doğru cavabımız B variantıdır. 3-ə də 3 uyğun gəlir. 42-ci sual. Şərti işarələrə uyğun gələn faydalı qazıntı yataqları və onların istifadə edildiyi sənaye sahəsi. Deməli, 1 dəmir filizidir. Qara metallurgiyada istifadə olunur. 1-ə 2 yatağı da olacaq. Deməli, Hamançay 1, 2, A. Doğru cavabımız elə A variantı olacaq. Çox güman ki, digərlərinə də baxaq. 2 alünitdir. Əlvan metallurgiyada istifadə olunur. Zəylik yatağında. 2, 1, D. Düzdür. 3-cü gipsdir. Tikinti materialıdır. 3-ə 3 və Ağcı kənddə hasil olunur. 3-ə də 3 və C uyğun gəlir. Doğru cavabımız elə A variantıdır. 43-cü sual. Respublikamızın düzənliklərində yayılan faydalı qazıntılar. Düzənliklərdə yayılanlar neftdir, təbii qazlı və çökmə duzdur. 1, 5 və 6 doğru cavabdır. 44. Respublikamızın dağlıq sahələrində yayılan faydalı qazıntılar. Bura aid olacaq qızıl, alunit və dəmir filizi. 2, 3 və 4. 45. Orta Araz təbii vilayətinin faydalı qazıntıları, yəni Naxçıvan ərazisində hasil olunanlar. Molibden var Naxçıvanda, polimetal var və travertin də var. Deməli, 1, 3 və 5 45-ci sualın doğru cavabıdır. 46. Böyük Qafqaz təbii vilayətinin faydalı qazıntıları. Yanar şist var. Civə yoxdur, polimetal var və təbii qaz var. 1, 3 və 4 doğru cavab olur. 47-ci. Baxaq cədvələ. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Seolit Ağdağ yatağında çıxarılır, amma Qazax yox, Tovuz rayonunda hasil olunur. Bir yanlışdır. 2 mis Qaradağ Gədəbəy, bu doğrudur. 3 travertin Şahtaxtı Kəlbəcər rayonunda yox, Kəngərli rayonundadır Şahtaxtı yatağı. Ona görə 3 də yanlışdır. 4 gips Goranboyda Ağcı kənd yatağı doğrudur. 5 xromit ipək Laçın rayonunda hasil olunur. Bu da doğru fikirdir. 6-cı Qızılbulaq Zəngilan rayonunda deyil. Ağdərə rayonu ərazisindədir. 6 da yanlış olur. Doğru cavabımız olur 2, 4 və 5. 48. Respublikamızın filiz faydalı qazıntı yataqlarını seçin. Çovdar deməli, barıt yatağıdır, qeyri-filizdir. 2 turşsu mineral bulaqdır, çıxdıq. Şorbulaq civə yatağıdır, filizdir və civə yeganə filizdir ki, maye halındadır. 4 daş salahlı bentonit giridir, qeyri-filiz yatağıdır. Parağaçay molibden yatağıdır, filizdir. Dəmiroğlu dəmir filiz yatağıdır, əlbəttə ki, filiz yatağı olur. Doğru cavabımız 3, 5 və 6'dır. 49.
Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşən mineral bulaqları müəyyən edin. Şırlan Şuşada yerləşir, uyğun gəlir. Bədo Xaşı və uyğun gəlmir. Dağıdağ Culfada düşür, deməli Kiçik Qafqaz qalxma zonasına 4-də doğrudur. 5 Meşəsu Talış zonasında, Lənkəran zonasındadır. O da Kiçik Qafqaz qalxma zonasına uyğun gəlir. Cimi isə Quba rayonu ərazisindədir. Doğru cavabımız olur deməli 1, 4 və 5. 50 nömrəli test tapşırığına baxaq. Xəritə sxemə əsasən fərqləndirilmiş inzibati rayonların hər ikisinin ərazisində yayılmış faydalı qazıntılar Kəlbəcər və Laçın rayonları təsvir olunubdur. Hər ikisinin ərazisində civə və xromit yataqları mövcuddur. 2 və 4 sualımızın doğru cavabıdır. Növbəti sual. Muradxanlı neft yatağının səciyyəvi xüsusiyyətləri. 1. 4-cü dövrün süxurlarında formalaşmışdır. Xeyr. Kür çökəkliyi təbii vilayətində yerləşir. Doğrudur. Mezozoy yaşlı süxurlarda formalaşmışdır. Doğrudur. Az öncə qeyd etmişdik. 4. Böyük Qafqaz təbii vilayətində yerləşir. Yanlışdır. Tektonik qalxmada yerləşir. Yanlışdır. Çökmə zonasındadır. 6. Quruda yerləşən yataqdır. Bu da doğru fikirdir. 2, 3, 6 sualın doğru cavabıdır. 52. Mollakənd neft yatağının səciyyəvi xüsusiyyətləri. 4-cü dövrün süxurlarında formalaşmışdır. Yanlışdır. Kür çökəkliyi təbii vilayətində yerləşir. Doğrudur. Mezozoy yaşlı süxurlarda formalaşması. Doğrudur. Kristallik süxurlarda formalaşmışdır. Xeyr. Neft kristallik süxurlarda formalaşmaz. Arxey yaşlı süxurlarda rast gəlinir. Yanlışdır. Tektonik çökmə zonasında yerləşir. Bu isə doğru fikirdir. Cavab yenə də olur 2, 3 və 6. 53-cü sual. Turşsu mineral bulağının Şıx mineral bulağından fərqli cəhətləri. Turşsu Şuşa rayon ərazisində, Şıx isə Bakıda, Abşeron yarımadasında yerləşir. Fərqli xüsusiyyətləri müəyyənləşdirək. Tektonik qalxma zonasında yerləşir. Hər ikisi tektonik qalxmadadır. Ona görə bir yanlışdır. 2. Qonur və qəhvəyi meşə torpaqlarının yayıldığı ərazidədir. Bu doğrudur. Turşsuya aiddir. Yarımsəhra və quruçöl iqlim tipində yerləşmir. Bu da turşsuya aiddir. Götürürük. Fərqli cəhətdir. Müalicəvi əhəmiyyətə malik olması, hər ikisinin müalicəvi əhəmiyyəti var. Maqmatik süxurların yayıldığı təbii vilayətdə yerləşməsi doğrudur. Turşsu yerləşir Kiçik Qafqaz dağlarında. Burada maqmatik süxurlar daha geniş yayılıb. 6. Böyük Qafqaz təbii vilayətində yerləşməsi. Turşsu Kiçik Qafqaz təbii vilayətindədir. 6 da yanlış olur. Doğru cavab 2, 3 və 5. 54-cü sual. Zeylik alunit yatağının səciyyəvi xüsusiyyətləri. Qara metallurgiya üçün xammal verir. Yanlışdır. Alunit yataqları əlvan metallurgiya üçün xammal verir. Yüngül əlvan metallurgiya üçün xammal verir. Doğrudur. 2-ni götürürük. 3. Ağır əlvan metallurgiya üçün xammal verir. Yanlışdır. Kiçik Qafqazın cənub-şərq yamacında yerləşir. Yanlışdır. Kiçik Qafqazın şimal-şərq yamacında yerləşməsi bu doğru fikirdir. 6. Daşkəsən inzibati rayonu ərazisindədir. Bu da doğru fikirdir. Cavabımız olur 2, 5 və 6-cı bəndlər. 55-ci sual. Barit yatağının səciyyəvi xüsusiyyətləri. Qara metallurgiya üçün xammal verir. Yanlışdır. Neft quyularının qazılmasında istifadə olunur. Doğru fikirdir. Kiçik Qafqazda yerləşir. Doğrudur. Tektonik qalxma zonasında yerləşir. Bu da doğru fikirdir. Böyük Qafqazın cənub-şərq yamacında yerləşir. Yanlışdır. Barit yataqları respublikamızda Goranboy və Daşkəsən rayonları ərazisindədir. Filiz mənşəli faydalı qazıntıdır. Bu da yanlış fikirdir. Cavab 2, 3 və 4-cü bəndlərdir. 56. Xəritə sxemdə yanar, şist, mis, xromit yataqlarının rəqəmlərə uyğun olan müvafiq sırasını müəyyən edin. Deməli, birinci yanar şisti seçəcəyik 3. Yanar şisti, mis 2-dir. Daha sonra ən sonuncu xromit istənilir, o da 6. Doğru cavabımız olur 3, 2 və 6-cı bəndlər. 57-ci sual. Xəritə sxemdə molibden, alunit, gips yataqlarının rəqəmlərə uyğun olan müvafiq sırası. Deməli, birinci molibdeni seçmək lazımdır. 3-ə uyğun gəlir. 3 molibden yatağıdır. Alunit
2. Daha sonra qaldı hansı? Gips, o da 5-ci yataq. Doğru cavab 3, 2 və 5. 58-ci sual. Xəritə sxemə əsasən filiz yataqlarına malik olmayan inzibati rayonları müəyyən edin. Malik olmayanlar 1. Samux rayonunu götürərik. 2. Lirik. Bir də 5. Qusar rayonu. Doğru cavabımız olacaq 1, 2 və 5. 59-cu suala baxaq. Azərbaycanın faydalı qazıntıları ilə bağlı doğru fikirləri müəyyən edin. 1. Filiz faydalı qazıntıları daha çox ölkənin şimal, qərb və cənub-şərq rayonlarında yerləşir. Yanlışdır. 2. Yerli əhəmiyyətli yanar şist yataqları İsmayıllı rayonu ərazisində yayılmışdır. Doğrudur. Xromit yataqları Yardımlı və Oğuz rayonlarında yerləşir. Yanlışdır. Qeyri-filiz faydalı qazıntıları çökmə süxurlarda daha geniş yayılıb. Doğrudur. Abşeron və Kiçik Qafqaz tikinti materialları ilə zəngindir. Bu da doğru fikirdir. Muğan və Salyan düzlərində kvars qumu ehtiyatları mövcuddur. Yanlışdır. Doğru cavabımız 2, 4 və 5. 60 nömrəli test tapşırığı. Doğru sıraları müəyyən edin. 1. Gəncə Qazax düzü 4-cü dövr çöküntüləridir. Kür dağarası çökəkliyi tektonik zonasındadır. Bu doğru fikirdir. 2. Abşeron Neogen yaşlı çöküntülərdən ibarətdir. Ön Qafqaz çökməsində yox, Böyük Qafqaz qalxma zonasındadır. 2 yanlışdır. 3. Zəngəzur silsiləsi Paleogen yaşlı çöküntülər yayılıbdır. Kiçik Qafqaz qalxma zonasındadır. Doğrudur. 4-cü Qarabağ silsiləsi Təbaşir yaşlı çöküntülər yayılıbdır. Kiçik Qafqaz qalxma zonasındadır. Bəli. 5. Ceyrançöl Yura dövrünün çöküntüləri Ceyrançöldə yoxdur. Qanıq Əyri çay 4-cü dövr çöküntüləri var, amma Böyük Qafqaz qalxma zonasında yox, Kür dağarası çökmə zonasındadır. 6 da ona görə yanlışdır. 60-cı sualın doğru cavabı olur 1, 3 və 4. Sualların izahı bu qədər. Sağ olun, diqqətiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti dərslərimizdə görüşənədək.